və insanların mənə dediyi şey, sən xərçəngsən. İnsan sağlamlığını qorumalıdır. Bu insanın özəlliyidir. Köklü zaten xəstəlikdir. Bugün gəlmişəm Prime Hospitala, Ruslan Ağayevin yanına. Fikrimi artıq dəqiqləşdirmişəm ki, mən arıqlayacağam və mənə elə gəlir, mənə ancaq Ruslan doktor kömək eləyəcək. Buna əminəm. 3 gün öncə əməliyyat olundum, indi çox yaxşıyam. Doktoruma çoxlu təşəkkür. Tibb bacılarımıza xüsusi təşəkkür, bizim əziyyətimizi çəkdilər. Şey yaxşıdır. Hər kəsə demək istəyirəm ki, çəki ata bilməyən hər kəsə mütləq şəkildə müraciət eləsinlər. Hər şey aladır. Salam, mən Şəfiqə. 4 il öncə Ruslan doktorun yanında Prime Hospitalda mədə kiçiltmə əməliyyatı keçirmişdim. Tam bura gəldiyim çəkini xatırlayıram, 96 kilo. Hazırda 46 kiloylayım və çox mutluyam. Hər kəsə tövsiyə edirəm, çəkisindən əziyyət çəkənlər mütləq şəkildə mədə kiçiltmə əməliyyatına müraciət etməlidir. Təşəkkürlər. Artıq 4 ildə əməliyyat üzərindən keçib, 96 kilo ilə əməliyyat olunmuşdum, hazırda 46 kiloyam. Yəni insan ikinci həyata, belə deyim, Prime Hospitaldan, Ruslan doktorla, şəxsən sizinlə Rüya xanım, çox belə deyim, bu həyata keçdi. Çox sağ olun hər şey üçün. İnsan kök olanda biraz psixoloji olaraq özünü çox kobud və çirkin hesab edir. Arıqlayandan sonra insan özünü zamanla o qədər pozitiv, o qədər gözəl, o qədər yəni xoşbəxt hiss edir ki, əslində daha xoşbəxtəm, daha rahatdır, daha pozitivdir olduğumu düşünürəm. Bu 4 il ərzində hər hansı bir orqanın xərçəngi, ya mədə xərçəngi, ya başqa bir xərçəng sizdə olubmu? Ay, bizə də o qədər verirlər doğrudan, yəni sizin belə deyim, videolar paylaşırsınız, orada taq olunur və həkimin taqından sonra mənə, yəni Instagram üzərindən yazan insanlar çoxdur. Belə bir şey deyim sizə, insan sağlamlığını qorumalıdır. Bu insanın öz əlindədir. Həkim bizi əməliyyat edir, sağlam şəkildə evə buraxır. Bu sağlamlığı qorumaq bizim özümüzün öhdəmizə düşür. Yəni bu insanların psixologiyasıdır və insanlar düşünür ki, mən ilk 6 aya çəki atmışdım da, 50 kilo atmışdım və insanların mənə dediyi şey, sən xərçəngsən. Yəni bu qədər arıqlamaq olmaz birdən-birə, amma inanın ki, çox yanlış düşüncələrə qapılır insanlar və bir dənə onu deyə bilərəm ki, insanın sağlamlığı öz əlindədir. Köklük zaten xəstəlikdir.